İnsanın təzyiqi 140-dan yuxarı olmamalıdır. Mənim raboçi təzyiqim, mənim işçi təzyiqim 160-dır. Yaşa görə yaxşıdır. Yalan söhbətdir. Əgər 140-dan yuxarısa, deməli bunda arterial təzyiq var və bunu saldırmaq lazımdır. Mənim işçil təzyiqim yaşıma görə 180 olmaq yaxşıdır. Bu cəfəng söhbətdir. Və bu dərəcədə yüksək təzyiqlə gəzir, damarlar elastikidir. O damarların divarında anevrizma yaranır. Anevrizma torba şəkilli bir törəmədir. Şarı necə şişirirsən, qıraqdan çıxıran. Bax, bu təzyiq uzun müddət divara təsir, haradasa şar kimi belə şişir. Sonra nazikləşir və hardansa partlayır. Bir gün əsəbləşdi, yağlı yemək yedi, 5-ci mərtəbəyə qalxdı hansısa səbəbdən, təzyiq qalxdı, vurur o şarı partladı və beyinə qansızma baş verir. Beyinə qansızma verəndə kifayət qədər ciddi beyində problemlər var ki, hətta mədəciklərə qanaxma verəndə bəzən ani ölüm baş verir. Xəsis səsini çıxırını çıxartmağa imkan tapır, elə oradaca yıxılır və dünyasını dəyişir. Uzunsov beyinə, orada həyati vacib orqanlar var, ora qansızma olanda orada da dərhal ölüm baş verir.